Bakıda içkili müştərini Nizami küçəsindən, yəni Targovo dediyimiz küçədən, yəni bu cür tanınan bir yerdən mikrorayon ərazisinə 700 manata aparan ayıq sürücü həbs edilib. Qaynar infonun xəbərinə görə Şakir adlı şəxs Nizami küçəsində yerləşən restoranların birində spirtli içki qəbul etdikdən sonra ayıq sürücü çağırıb. Sifarişə gələn o qədəmləri mübarək Orxan adlı ayıq sürücü isə müştərisini Nizami küçəsindən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pulu olmadığı və spirtli içkinin təsiri altında olduğu üçün telefonunu ayıq sürücüyə verib ki, bəs pulu al, özün öz kartına göndər. Ayıq sürücü də çox ayıq olub. Eləməyib tənbəllik, 7 manat əvəzinə öz kartına 700 manat göndərib. Müştəri isə fırıldağın qurbanı olduğundan bir gün sonra xəbər tutub. O, ayıq sürücü ilə əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sürücü pulu xərclədiyini bildirərək bundan imtina edib. Daha sonra iş gedib çıxıb məhkəməyə. Məhkəmə də Orxan adlı ayıq sürücünü 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib ki, bundan sonra kartdan karta pul atanda sıfırların sayını